Yaqında Olmut şəhərinin Mahino restoranında şəhərlik Uyğur Mədəniyyət Mərkəzinin təşəbbüsü bilan uyushtirilgan Yangi yillik gulxan alohida nishonlanib o'tdi. Xalqimizga doim o'z xizmatini ayamay xizmat qilib kelayotgan aktivistlarga xushallik daqiqa hadiya qilish maqsadida uyushtirilgan bu kechda barliq kelgan mehmonlar yangi 2017-yilni yuqori darajada qarshi oldi. Bu meyramga Olmut şəhərinin bir neçə nahiyələrdən tərkib tapqan Cumhuriyetlik Uyğur Etno Mədəniyyət Mərkəzi bilan Anla Kengişinin əzaları, jigit başları həm xanım qızları yığılıb, ular özlərinin izgu tiləklərini bildirişdi. Aldığımız kevatkan yeni yılda hemimizge yenilik epkesin. Ailemizge bəxt, saadet epkesin. İşimizge kutuk epkesin. Her kaysımız başında. Yaxşı dəstixanlarda oynab müşkün nesip tutun. Şundaqla mehmonlarni tabriklab, Qudus Xo'jamayarov nomidagi Cumhuriyetlik Akademiyalik Uyğur Muzikалық Komediya teatrining naqshchilari bilan yosh talantli san'atkorlari o'zlarining bir jup xalq naqshlarini taqdim qildi. Gulxan axırda mehmonlar arasida har xil bayramlik o'yinlar o'ynatilib, uning davomi ajoyib avrishimlik usullarga davomlashdi. Mahinur mehmonxonasida o'tkazilgan yangi yillik gulxan cho'ng ta'sirotlar ilgida o'tkazilib, kelgan mehmonlarga yangi yillik xush kayfiyat hadiya qildi. Abdumanap Mahmudjon, Ruslan Duganov, Baxtiyor Iminov, Tangritog kanali.